Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Səfəvilər dövləti ilə bağlı videolarımız davam edir. Dəyərli yoldaşlar, demək, Şirvanın birləşdirilməsi. Sonuncu Şirvanşah, Dərbəndilər sülaləsinə mənsub olan Şirvanşah Şahrux 1535-1538-ci illərdə hakimiyyətdə olub. Siyasi qarışıqlıqlar baş verir bu zaman. 1538-ci ildə 1-ci Təhmasib bu siyasi qarışıqlıqdan istifadə edərək Əlqas Mirzəni göndərir ki, o Şirvanşahları, Şirvanı birləşdirsin Səfəvilər dövlətinə. Biz bildiyimiz kimi tabeçilik var idi, amma birləşdirilməmişdi. Əlqas Mirzə gedir və Buğurd qalasını mühasirəyə alır. Buğurd qalasının mühasirəsi biraz uzun çəkdiyindən 1-ci Təhmasib özü qoşunu ilə gəlir və Buğurd qalası tabe edilir. Şirvanşahların xəzinəsi ələ keçirilir. Sonra Şahrux Təbrizdə edam edilir. Yəni sonuncu Şirvanşah Şahrux edam edilir Təbrizdə. Əyanların və Şirvanşahların əmlakı müsadirə edilir. Dərbəndilər sülaləsinə son qoyulur. Şirvanşahlar dövləti süqut edir və Əlqas Mirzə Şirvana ilk bəylərbəyi təyin edilir. Lakin 1547-ci ildə Əlqas Mirzə özü Səfəvilərə qarşı, yəni 1-ci Təhmasibə qarşı qiyam qaldıracaq. 1-ci Təhmasib bu qiyamı yatırdır. Lakin Əlqas Mirzə İstanbula qaçır və Osmanlı sultanına sığınır. Burada 1-ci Sultan Süleyman Qanunidən söhbət gedir. Sonra gəlirik Şəkinin birləşdirilməsinə. 1551-ci ildə 1-ci Təhmasib Şəki hakimliyinə son qoyur. Şəki hakimi o vaxt Dərviş Məhəmməd xan idi. Dərviş Məhəmməd xan 1547-ci ildə Əlqas Mirzə qiyamında ona kömək etmişdi. Ona görə deməli öldürülür Dərviş Məhəmməd xan və Şəki hakimliyinə son qoyularaq 1551-ci ildə Səfəvilər dövlətinə birləşdirilir. Eyni zamanda Toygün bəy Qacar Şəkinin ilk qızılbaş hakimi təyin olunur. Toygün bəy Qacar Şəkinin ilk qızılbaş hakimi 1-ci Təhmasib tərəfindən təyin olunur. Beləliklə 1-ci Təhmasibin apardığı uğurlu siyasətin nəticəsində bütün Azərbaycan torpaqları vahid halda birləşdirilir. Vahid Azərbaycan dövləti yaranması prosesi başa çatır. Eyni zamanda bu iqtisadiyyatın inkişafına da müsbət təsir göstərir Azərbaycanda və mədəni etnik birliyi möhkəmləndirir. Dəyərli yoldaşlar, davam edirik. 1-ci Təhmasibin vəfatından sonra vəziyyət heç də yaxşı olmur Səfəvi dövlətində. Belə ki, sabitlik pozulur. 1-ci Təhmasibin oğulları olan İsmail Mirzə və Heydər Mirzə arasında hakimiyyət mübarizəsi başlayır. Bir qrup Heydər Mirzəni, bir qrup İsmail Mirzəni dəstəkləyirdi. Məsələn, Ustaclı tayfası deməli Heydər Mirzəni dəstəkləyirdi. Heydər Mirzə məğlub olur və Qəzvində öldürülür. İsmail Mirzə hakimiyyətə gəlir. İsmail Mirzə 1576-77-ci illərdə, yəni bir ildən biraz çox hakimiyyətdə olur. O, ömrünün 20 ilini atasının dövründə məhbəsdə keçirmişdi. Eyni zamanda hakimiyyətə gəldikdən sonra sərt tədbirlər həyata keçirir, mərkəzi siyasi hakimiyyəti möhkəmləndirməyə çalışır, kütləvi cəza tədbirləri həyata keçirir. Bu da əyanların ona qarşı birləşməsinə səbəb olur, əyanları narazı salır və sui-qəsd nəticəsində İsmail Mirzə, yəni 2-ci Şah İsmail öldürülür. Ondan sonra hakimiyyətə Məhəmməd Xudabəndə gəlir. Məhəmməd Xudabəndə 1578-ci ildə hakimiyyətə gəlir, 1587-ci ildə hakimiyyəti bitir. Onun dövründə mərkəzi hakimiyyət zəifləyir, xəzinə boşalır və qızılbaş əmirləri arasında mübarizə olur. Eyni zamanda Osmanlı yürüşləri də, yəni 2-ci Səfəvi-Osmanlı müharibəsinin başlanması da Məhəmməd Xudabəndənin dövrünə təsadüf edir. Məhəmməd Xudabəndənin həyat yoldaşı Məhdi Ülya vardı və Məhdi Ülya nüfuzu getdikcə artırdı, hətta o Ali Divan vəkili vəzifəsinə qədər yüksəlmişdi. Məhdi Ülyanın deməli Şiraz hakimi Mirzə Salmanı dəstəkləməsi ilə Taciklər, Farslar Səfəvilər dövlətində yüksək vəzifələrə təyin olunurdu. Bu hal da qızılbaşları narazı salmışdı, qızılbaş əyanlarını narazı salmışdı.
Beləliklə, ikinci Səfəvi Osmanlı müharibəsi ərəfəsindəki vəziyyət Səfəvilər üçün heç də ürək açan deyildi. Səfəvilər dövləti zəifləmişdi. Dəyərli yoldaşlar, Səfəvilər dövləti mövzusuna davam edirik.